Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Salam əziz izləyicilər. Günün ən səs-küylü xəbərləri ilə qarşınızdayıq. Vardanyanla bağlı son dəqiqə məlumat yayıldı, onun köçürüldüyü iddia olunur. Bugün Bakının 2 rayonunda qaz kəsiləcək, sakinlərə xəbərdarlıq edildi. Daha bir mühüm qərar. Bəzi şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyulur, səbəblər açıqlandı. 3000 manata qədərdirsə, deyə başlayan açıqlama borc verənlər üçün ciddi mesajdır. Və ən gərgin xəbər, iki müsəlman ölkəsi arasında müharibə başladığı bildirilir. Ətraflı məlumat üçün bizi izləyin. Ermənistan mətbuatı Qarabağdakı erməni separatçılarının dövlət naziri olmuş Ruben Vardanyanın Qaradağ rayonundakı Umbaki həbsxana kompleksinə köçürülməsi ilə bağlı məlumat yayıb. Bakupostaz CP-Info.az istinadla xəbər verir ki, bu barədə Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin Siranuş Sahakyan Nessama bildirib. O qeyd edib ki, Rə Vardanyanın ailəsindən onun Bakının Qaradağ rayonundakı Umbaki həbsxana kompleksinə köçürülməsi ilə bağlı məlumat alıb. Xatırladaq ki, fevralın 17-də Bakı Hərbi Məhkəməsində separatçı, özünü ləğv etmiş Dağlıq Qarabağ Respublikasının keçmiş dövlət naziri, Rusiyalı milyarder Ruben Vardanyana 20 il həbs cəzası verilib. Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib. Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq. Oxu-Az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. Sabunçu və Suraxanı rayonlarında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar aprelin 29-da saat 10:00-dan işlər başa çatanadək Ramana Südçülük Savxozunun E. Məhərrəmov küçəsinin, sosial evlərin, daşqarxanasının bir hissəsinin və Zığ kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq, məlumatda qeyd edilib. Borcunu ödəməyənlərə ölkədən çıxış qadağası tətbiq oluna bilər. No Comment Az xəbər verir ki, məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur. Sənədə görə xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir. Belə ki, qurum fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək. Eyni zamanda, həmin əsaslar aradan qalxdıqda, tətbiq edilən məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi hüququnun da gömrük orqanlarına verilməsi təklif olunur. Qeyd edilir ki, hazırda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə tətbiq olunur. Təklif edilən dəyişikliklər isə bu prosesdə operativliyin artırılmasına xidmət edəcək. Fiziki şəxslər arasında pul borcunun, o cümlədən faizlə verilməsinin artması bu münasibətlərin hüquqi tərəfləri ilə bağlı sualları da gündəmə gətirir. Əsas sual isə ondan ibarətdir ki, rəsmi müqavilə olmadan həyata keçirilən borc münasibətləri hansı riskləri yaradır və vətəndaşlar öz hüquqlarını necə qoruya bilərlər? No Comment Az xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, fiziki şəxslər arasında faizlə borc vermək qanunla qadağan edilməsə də, rəsmi müqavilənin olmaması həm borc verən, həm də borc alan üçün ciddi hüquqi risklər yaradır. Əsas risk ondan ibarətdir ki, yazılı sənəd olmadıqda pulun verilməsi faktını və razılaşdırılmış faiz dərəcəsini məhkəmədə sübut etmək çox çətinləşir. Azərbaycan qanunvericiliyinə görə məbləğ 3,000 manatdan yuxarıdırsa, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Əks halda mübahisə yarandıqda tərəflər şahid ifadələrinə əsaslana bilməzlər. Şifahi razılaşmalar zamanı borclunun pulu aldığını inkar etməsi və ya faiz miqdarı ilə bağlı yalan danışması pulun geri alınmasını qeyri-mümkün edə bilər. Vəkil bildirib ki, vətəndaşlar öz hüquqlarını qorumaq üçün ilk növbədə borc münasibətlərini notarial qaydada təsdiq olunmuş müqavilə ilə rəsmiləşdirməlidirlər. Bu, ən təhlükəsiz yoldur.
Çünki notarius tərəfindən təsdiq edilmiş sənəd birbaşa icra sənədi kimi çıxış edə bilər. Əgər notariusa getmək mümkün deyilsə, ən azı borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə kvitansiya alınmalıdır. Həmçinin pulu nağd deyil, bank hesabı vasitəsilə köçürmək və təyinat bölməsində borc verilir sözlərini yazmaq gələcəkdə ən güclü sübutlardan biri hesab olunur. Unutmaq olmaz ki, yazılı sənəd və ya bank çıxarışı olmadıqda, hüquqi müstəvidə haqlı olduğunuzu sübut etmək çox vaxt itkisinə və maddi zərərə yol aça bilər. Hüquqlarını qorumaq istəyən vətəndaşlara borc münasibətlərini mütləq notarial qaydada rəsmiləşdirmək tövsiyə olunur. Bu üsul ən etibarlı yol sayılır. Çünki notariusun təsdiq etdiyi sənəd birbaşa icra sənədi rolunu oynayır. Əgər notariusa getmək imkanı yoxdursa, borc alan şəxsin öz xətti ilə yazdığı və imzaladığı iltizamnamə alınmalıdır. Bundan əlavə, vəkil vətəndaşlara pulu nağd deyil, bank hesabı vasitəsilə köçürməyi məsləhət görür. Köçürmə zamanı təyinat bölməsində borc verilir qeydinin yazılması gələcəkdə ən güclü sübutlardan biri kimi qəbul edilir. Yazılı sənəd və ya bank çıxarışı olmadığı təqdirdə, hüquqi müstəvidə haqlılığı sübut etmək həm vaxt itkisinə, həm də maddi zərərə səbəb olur. Qısası birinə borc verərkən şifahi razılaşmaya güvənmək gələcəkdə pulunuzu itirməyinizə səbəb ola bilər. Buna görə də hər şeyi kağız üzərinə köçürmək və ya bank vasitəsilə göndərmək şərtdir. İslam dünyasının iki qonşu ölkəsi Pakistan və Əfqanistan arasında gərginlik yenidən pik həddə çatıb. Pakistan hərbi qüvvələrinin Əfqanistanın Kunar vilayətinə endirdiyi ağır raket zərbələri bölgədə vəziyyəti kəskin şəkildə alovlandırıb. Sərhədyanı bölgələrdən gələn məlumatlara görə, raket hücumları zamanı mülki yaşayış məntəqələri ciddi zərər görüb və dinc sakinlər hədəf alınıb. Nojoment az xəbər verir ki, iki ölkə arasındakı böhran artıq 2025 və 2026-cı illərdə baş verən hərbi toqquşmalarla açıq müharibə mərhələsinə qədəm qoyub. Gərginliyin kökündə Pakistanın Əfqanistanı Təhriki Taliban Pakistan, TT yaraqlılarını himayə etməkdə ittiham etməsi dayanır. Rəsmi İslamabad iddia edir ki, terrorçu qruplaşmalar Əfqanistan ərazisindən plastarm kimi istifadə edərək Pakistanın təhlükəsizliyinə təhdid yaradır. Taliban rəhbərliyi isə bu ittihamları rədd edərək, Pakistanın Əfqanistan hava məkanında keçirdiyi əməliyyatları suveren hüquqların pozulması və birbaşa təcavüz kimi qiymətləndirir. Təhlükəsizlik problemləri ilə yanaşı, tərəflər arasında tarixi Durand xətti sərhəd mübahisəsi və Pakistandakı milyonlarla Əfqan qaçqının zorla deportasiya edilməsi məsələsi münasibətləri tamamilə çıxılmaz dalana dirəyib. Hazırda sərhəd bölgəsində hərbi hərəkətliliyin artması, iki müsəlman dövləti arasında geniş miqyaslı silahlı münaqişə riskini ən yüksək həddə çatdırıb.